Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hörmətli hökumət üzvləri, media nümayəndələri. Bu hesabatla tanış oldum. Yetərincə əhatəli bir sənəddir. Hətta daha dəqiq anlaşılsın deyə ayrıca icmal hesabatı da hazırlanmışdı və bu da bizim işimizi xeyli asanlaşdırır bu görülən işlərin mahiyyətini anlamaq baxımından. Öncə mən məhz böhran vəziyyətinin idarə olunmasında çevikliyə görə cənab baş nazirə və bütün müvafiq icra qurumlarının rəhbərlərinə, əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm. Naxçıvana İrandan pilotsuz uçuş aparatları ilə hücum baş verən kimi həm Bakıda, həm də Naxçıvanda bütün icra orqanları dərhal səfərbər oldular. Xüsusilə Naxçıvanda yerli icra hakimiyyət orqanlarının hədəf olaraq seçilən ərazilərdə əhalinin çevik təxliyəsi və resursların intizamlı səfərbərliyi istiqamətində fəaliyyəti olduqca təqdirə layiqdir. Bu hadisə bir daha Azərbaycan cəmiyyətinə göstərdi ki, ölkəmizin ən prioritet məsələsi məhz təhlükəsizlikdir və onun da təmin olunmasında ölkə prezidentinin kompromis, qətiyyəti əsas rol oynayır. Hər dəfə 5000 illik tarixi ilə öyünən dövlətlərin ağıllı diplomatiya və xarici siyasət kursu aparmaması səbəbinə illərdə əziyyətlə formalaşdırdıqları hərbi və iqtisadi infrastrukturu bir neçə günün içində darmadağın edildi. Cəmi 35 illik müstəqillik tarixi olan bir dövlət isə öz məhdud resursları ilə həm ərazisini işğaldan azad etdi, həm də Amerika Birləşmiş Ştatları, Çin, Avropa Birliyi kimi dünya nəhəngləri ilə bütün layihələrdə boy göstərdi, həm də xaosa bürünmüş dünyada təhlükəsini təmin edə bildi. Vaxt tamamını nəzərə alaraq təmsil etdiyim seçki dairəsinin problemlərini önə çəkməyə zəruri hesab edirəm. Qeyd edim ki, ötən il qaldırdığım bir sıra məsələlərlə bağlı hörmətli baş nazirin diqqətlə yanaşması və müvafiq göstərişlər verməsini də təqdirlə qarşılayıram. Təmsil etdiyim Sabunçu rayonunun Bakıxanov qəsəbəsində və eləcə də Sabunçu rayonunun digər qəsəbələrində zirzəmisi su ilə dolu olan binalarla bağlı müəyyən işlər görülsə də, amma ciddi irəliləyiş baş vermədi. Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi ilə bağlı da müəyyən addımlar atılsa da, müəyyən köçürmələr olsa da, amma yenə də əsas işin ağırlığı başqa vaxtla növbəti illərə ertələndi. Əminəm ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəl sektoru bürokratik baskıdan qorumaq şərti ilə yaxın 5 il müddətində ölkə ərazisində qəzalı bina söhbətinə son qoyula bilərdi. Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını bu rayona göndərirlər. Avtomobil yolunun üzərində əməlli başlı müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yox, nə yağışsa yolun üstünə toplanır və Allahın günəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər. Qeyd edim ki, neft şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizin qazandığımız gündən başlayaraq bu ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib. Ərazilərin boş qalmış xeyli hissəsində də artıq neft çıxarılmır. Adətən biz büdcəyə vəsait qazandırmanın ən bəsit yolu olan vətəndaşın və sahibkarın hesabına cərimə növlərinin genişləndirilməsi və məbləğinin artırılmasına üz tuturuq. Halbuki artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik və vətəndaşın da bütövlükdə problemi həll edilmiş olar. Artıq uzun müddətdir ki, burada nə torpağın təmizlənməsi gerçəkləşdirilir, nə də 20-30 ildən artıq məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlarda geniş park massivi salınmasına təşəbbüs göstərilir. Aldığım məlumata görə yeni çəkilən Dərnəgül-Sibiris yolunun Balaxanıya yaxın hissəsində böyük bir park kompleksinin salınması nəzərdə tutulur. Əlbəttə, bu ideyanı alqışlayıram. Eyni parkdan Balaxanı ilə Zabrat arası yolun sol tərəfinə geniş ərazidə boş qalmış neft çıxarılmayan ərazidə də salınması imkanlarına baxılmasını hökumətdən xahiş edirəm. Real olaraq 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsinə nümunə göstərməyi bircə park tapa bilməzsiniz. Həm də bunu dövlətin maliyyə vəsait hesabına deyil, sahibkarları stimullaşdırmaqla etmək olar. Hər ərazidə sahibkara bir obyekt tikməyi, bir müəssisə tikməyi, yaxud da bir yaşa müəssisəsi qurmağa imkan verilsə, o həm parkı saxlayacaq, büdcədən vəsait xərcləmə hesabına da orada əhalinin də yaxşı istirahətini təmin edə biləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.